Salam əziz abituriyentlər, mən Abbasova Təranə, biologiya müəllimi. Bu günləri yenə də sizlərə yeni mövzu ilə bağlı topluda yeni sualların izahatını verəcəm. Bugünkü sual izahatı genetika bölməsindən olacaq, yəni nəsil ağacı ilə bağlı olacaq. Genetika bölməsindən 60-cı suala baxaq. Burada qeyd olunub ki, daltonizm xəstələrinin tünd rənglə işarələndiyi nəsil şəcərəsi üçün verilən ifadələr hansı doğrudur? Burada bilirik ki, dairə qadını, kvadrat isə kişini qeyd olunur. Bilirik ki, daltonizm xəstəliyi haqqında birinci məlumat verim ki, X cinsiyyət xromosomu ilə ötürülür. Yəni qadın xəstə, sağlam və daşıyıcı ola bilər. Kişi isə yalnız və yalnız xəstə və sağlam ola bilər. Burada diqqətlə yetirsək görəcəyik ki, kvadratın içi qaralanmışdır. Deməli, oğlan, yəni xəstədir, yəni daltonik kişidir. Qadının isə dairənin içi qaralanmadığına görə genotipini dəqiq bilmirik. Yəni ya sağlam ola bilər 100%, ya da ki daşıyıcı ola bilər. Və bu nəsildən hansı uşaqlar dünyaya gələcək, gəlin ona nəzər yetirək. Xəstə kişi ilə əgər daşıyıcı qadını çarpazlaşdırsaq, nəsildən daşıyıcı qız, xəstə qız, sağlam oğlan və xəstə oğlan dünyaya gəlmiş olacaqdır. Burada da mən əvvəlcədən qeyd eləmişəm, hardan bilirik? Təbii ki, birinci şəkilə baxanda mütləq qeyd olunur ki, xəstə. Deməli, burada xəstə oğlanın genotipi dəqiq bilinir və A ailəsində xəstə oğlandır. Artıq 4-ə baxaq. Burada yəni qaralanmışdırsa xəstə qız göstərilir. Xəstə qızdakı 4 rəqəmi iləndir. Biz burada onun genini xüsusi olaraq işarələmişik. Daha sonra isə digər nəsil ağacına baxaq. Burada kişi sağlamdır 2-də. Yəni burada da bilirik ki, kişi biz əvvəlcədən qeyd elədik ya sağlam ya da ki xəstə ola bilər. X böyük D və Y-dir. Və qalır 3-cü. 3-cüdə də dəqiq bilirik ki, burada daşıyıcı, yəni fenotipcə sağlamdır, genotipcə daşıyıcı qadındır. Bunları tam dəqiqləşdirəndən sonra, genlərini dəqiq biləndən sonra digər məqamlara fikir veririk. Burada indi suallarda nə verir? Birdə verir ki, A ailəsində doğulacaq qızlar daltonik ola bilər. A ailəsi haradır? Bura baxırıq. A ailəsində mən burada yazmışam. Oğlanın genotipini dəqiq bilirik əvvəlki şərtlərə baxanda. Amma qadın həm sağlam ola bilər, həm də daşıyıcı ola bilər. Nəticədə hansı uşaqlar doğula bilər? Daşıyıcı, yəni fenotipcə sağlam qız, sağlam oğlan, xəstə qız və xəstə oğlan. Bizə nə deyir şərtdə? Bizə deyir ki, A ailəsində doğulacaq qızlar daltonik ola bilər. Deməli, bu fikir doğrudur. Yəni, daltonik qız dünyaya gələ bilər. Nə zaman? Əgər valideyn daşıyıcı olarsa, yəni qadın daşıyıcı olarsa. Birinci fikrimiz doğrudur. İkinciyə baxaq. 3 nömrəli fərdin anası bu genin daşıyıcısıdır. 3 nömrəli fərdin həqiqətən də daşıyıcıdır. Əvvəlcə də şərtimizdə dedik ki, digər nömrələri dəqiqləşdirəndən sonra burada baxdıq ki, ana fenotipcə sağlamdır, amma genotipcə daşıyıcıdır. Yəni daltonik genində var. Deməli, ikinci fikrimiz də doğrudur. Üçüncü fikrimizə baxaq. D ailəsində doğulacaq bütün uşaqlar daltonik olacaq. Baxaq, burada D-yə baxaq. D hardadır? Burada. Təbii ki, bunun genini dəqiqləşdirdik ki, xəstədir. Düzdürmü? Bu isə sağlamdır. Deməli, bu uşaqların daşıyıcı, yəni xüsusi olaraq fenotipcə sağlam, amma genotipcə daşıyıcıdır və xəstə qızları dünyaya gəlir. Amma bizdə şərtdə nə deyir? Deyir ki, D ailəsində doğulacaq bütün uşaqlar daltonik olacaq. Təbii ki, bu fikir yanlışdır. Yəni, daltonik deyil, sağlamdır fenotipcə. Ona görə də 3 səhvdir. 4-ə baxaq. 4-də deyir ki, B ailəsindəki uşaqlar sağlam doğula bilər. B ailəsi haradır? Bura baxırıq. Burada yazırıq ki, əvvəlcədən bilirik ki, sağlam oğlan, geni daşıyıcı da ola bilər, 100% sağlam da ola bilər. Daşıyıcı qadınla nicahından sağlam qadın, yəni qız, daşıyıcı qız və sağlam kişi ola bilər. Əgər 100% sağlam olarsa, hər iki uşaq da baxacağıq ki, 100% sağlamdır. Bizə şərtdə nəyi deyir? Şərtdə də bizə bunu deyir ki, B ailəsində uşaqlar sağlam doğula bilər. Bəli, əgər ananın genotipi 100% sağlamdırsa, oğlanla qız da sağlam olmuş olacaqdır. Deməli, bu 4 də doğrudur. Yəni, 1, 2 və 4-cü fikirləriniz doğrudur. 5-ə baxaq. 4 nömrəli fərdin doğulacaq oğlanlarındakı xəstəlik geni yalnız babalarından analarına, yəni gələn gendir. Baxaq 4 nömrəliyə. 4 nömrəli burada hardadır? Xəstə qadındır. Xəstə qadınla biz deyik ki, sağlam kişinin nicahından. Deyir ki, yananan
qız uşaqlarında, yəni burada baxaq görə bizdən nəyi soruşur? Oğlanlarda soruşur. Oğlanlarda xəstəlik, yəni daltonik genini nəzərə alırıq. Təbii ki, qadından keçəcək. Deyir ki, bu oğlanın anası, yəni X kiçikdir, X kiçikdir, yalnız atasından alır, babasından alır. Xeyr, fikir yanlışdır. Gəlin bura baxaq. Yəni oğlanın anası bir genini anasından alır, yəni nənəsindən alır, oğlan nənəsindən. Digər genini də təbii ki, atasından, yəni oğlanın babasından alır. Deməli, 5-ci fikrimiz nədir? Yanlışdır. Deməli, doğru cavabımız 1, 2 və 4-dür.